Deyirlər ki, Biduzqar kənddə olan infrastruktur belə bu şəhərin yaşayış massivində belə yoxdur. Rəsmi adını isə heç kim bilmir. Söhbət Gəncənin unudulmuş qəsəbəsindən gedir. Əməkdaşlarımız həmin qəsəbədə olublar. İndi bərabər izləyək görək həmin qəsəbənin problemi nədən və nələrdən ibarətdir. El arasında Savalan adı verilən, lakin rəsmi adı isə hələ də bilinməyən Gəncə şəhərinin bu qəsəbəsi 2 əsr öncəni xatırladır. Yolu, suyu yoxdur. Üstəlik məişət tullantılar arasında itib batır. Qəsəbənin girişində bizi belə bir xoşa gəlməz mənzərə qarşılayır. Yaşayış massivinin küçələrinin birinin tam mərkəzində daşınmayan məişət tullantıları, bir neçə metrlikdə isə yaşayış evləridir. Bir sözlə, buranı Gəncənin unudulmuş ərazisi də hesab etmək olar. Buranın sakinləri 15 ildən artıqdır bu cür acınacaqlı vəziyyətdə yaşayır. Sakinlər deyir ki, dəfələrlə Gəncə şəhər İcra Hakimiyyətinə və Gəncə şəhər Nizami rayon bələdiyyəsinə müraciət etsələr də problem həllini tapmır. 17 ildən çoxdur burada yaşayırıq. Marşrutumuz yoxdur, ünvanımız yoxdur, su yoxdur, su tapırıq. 15 gündən bir su gətirdiririk. Çox demişik, hər yerə müraciət eləmişəm. Biz Gəncədə yaddan çıxmış bir yerik, insanıq və niyə yaşayırıq biz? Çətindir vəziyyətimiz. Çox bu ürəməyin düzündə veriblər. Amma sağ olsunlar. Demirlər ki, bunlar nə ilə gedib gəlsin. Cəmaət Allah göstərməsin, yolovun suyunla unutdu, maşınla gətirdik. Ən birinci növbədə marşrutumuz yoxdur. Təzə marşrut çəkildi, yolla gedirik, kim yəni işə gedib gələ bilmir. Yəni bunlar aradan qalxsa yaxşı olar. Baxın, belə yəni maraqlarına yoxdur qardaş. Bura marşrut verməlidirlər, marşrut da yox. Nə suyumuz var, nə marşrutumuz var. Xəstə olanda skoru gəlmir. Bakının qaynar xəttinə zəng edirik ki, təcili gəlin. Ya xəstə öləndən sonra mı gəlməlidir? Bax, zibilliklərimizə baxın, deyirlər ki, nədir, təmizliyə riayət edir. Hansı təmizlikdən danışır? Biz gedək kimə şikayət edirik? Gəncənin İcra Hakimiyyətinə zəng elədik dedik. O da deyirlər, başından eləyirlər. Savalan adlanan ərazidə 100-dən çox ailə yaşayır. Torpaqlar satılıb, evlər tikilib, lakin rəsmi sənədi də verilməyib. Məsələ ilə bağlı Gəncə şəhər Su Kanalı İdarəsindən bildirilib ki, qurum qəsəbəyə xidmət göstərmir. Gəncə şəhər İcra Hakimiyyətində isə sakinlərin probleminə münasibət bildirilmədi. İlham Məmmədov, Diana Cəlali, Spice xəbər Gəncə.